Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nud daimu ala a'daihim ecma'in. Bu günlər Ərəfə günü və Qurban Bayramı günləridir. Bu münasibət ilə bütün möminləri, müsəlmanları, iman əhlini təbrik edirik. Həcdə olanların Allah həccini qəbul eləsin, olmayanları da nəsib eləsin. Kəsilən qurbanları Allah qəbul eləsin, ibadət və itaətlərimizi Allah ali dərəcədə qəbul etsin. Ərəfə günündə vəhabilərin ibadət etdikləri Rəbb, Allah yer üzərinin səmasına enir, bəndələrinə yaxınlaşır. Necə ki, sahih hesab etdikləri Müslimin kitabında gəlib 1348 rəqəmli rivayət, orada ləyədnu sözü gəlir. Allah Azza və Cəllə yaxınlaşır, bəndələrə yaxın gəlir. Yəni, bunların etiqadına görə Allah Azza və Cəllə 7 qat səmanın fövqündə olan ərşin üzərində oturub əyləşib, bəndələr də yerdədirlər, pəs Allah bəndələrə yaxınlaşırsa, yəni yuxarıdan aşağı gəlir mənasındadır. Yaxınlaşmaq, enmək ki, Buxar və Müslimdə də bir səhih hədisləri var ki, Allah hər gecənin son 3/1 hissəsində yer üzərinin səmasına enir. Enmək, yaxınlaşmaq nədir? Bir yerdən başqa yerə nəql olunmaq, intiqal tapmaq, bir yerdən başqa yerə hərəkət etməkdir. Enmək yəni yuxarıdan aşağıya doğru hərəkətdir. Qalxmaq yəni aşağıdan yuxarıya doğru hərəkətdir. Yaxınlaşmaq yəni uzaqdan yaxın sənə tərəf kiminsə hərəkət etməsidir, bu mənadadır. Və bu da nəyi göstərir? Bu da onu göstərir ki, bunlar ki deyirlər, ərş ən böyük məxluqdur və Allah da ərşdən də böyükdür, əzəmətlidir, əkbərdir. Deməli, Allah Azza və Cəllə vəhabilərin Rəbbi eyni anda yaxınlaşanda, yer üzərinin səmasına enəndə deməli balacalaşır. Bu rivayət və bu əqidə bir neçə fəsada səbəb olur. Yəni bu işə etiqad etmək bir neçə ziddiyyətdən, bir neçə fəsaddan xəbər verir. Biri nədir? Biri hər dediyimiz məsələdir. Ki Allah Azza və Cəllə böyük idi, balacalaşdı. Çünki insan məxluq məsələn bir otağın içində bir yerdən başqa yerə hərəkət eləyəndə deməli o otaqdan balacadır ki, onun içində hərəkət edir. Bu bir fəsadlı meydana çıxdı. İkinci fəsad bundan ibarətdir ki, bunların öz əqidəsinə görə biz bunları Fisəbillah YouTube kanalında Vəhabi Tohidi playlistində hamısını açıq-aşkar göstərmişik. Öz vəhabilərin, yerli vəhabilərin səslərini, videolarına qoymuşuq. Digər ərəb dilli Vəhabi müftülərinin də çıxışlarını tərcümə edib qoymuşuq. Ora müraciət edə bilərsiniz. Hər nə deyiriksə hamısını dəlillə, sübutla danışmışıq. Kimin də etirazı olsa keçsin öz ilahiyyatçısından soruşsun. Dediklərimizin hamısı doğrudur. Kimsə istəsə cavab verə bilər. Və ikinci fəsad nədir ki, burada meydana çıxır? Bunlar deyirlər ki, Allah Azza və Cəllə yer üzərinin səmasına enəndə gecənin son 3/1 hissəsində yeri boş qalmır, həm də göydə olur. Deməli, burada da enəndə həm də göydədir. Ziddiyyətə bax. Əgər göydədirsə, niyə deyirsən enib yaxınlaşır? Yaxınlaşmaq bizim gözəl dilimizdə, istər ərəblərdən soruş, farslardan, ruslardan, kimdən soruşsan soruş. Yaxınlaşmağı sənə bu cür izah edəcəklər, enməyi bu cür izah edəcəklər. Yəni öz yerini tərk elədi, sənə tərəf gəldi, yaxud yuxarıdan aşağı hərəkət elədi. Bir dənə Vəhabi tayfasıdır, ağla, məntiqə zidd bir tayfadır, çıxıblar ortaya deyirlər ki, yox, enir və də göydə qalır. Heç bir ağıllı adam bunu demir ha. Get istəndən ağıllı adamdan soruş, deməyəcək belə bir şey var. Bir dənə Vəhabi tayfası deyir ki, yox, enir Ərəfə günündə möminlərə yuxarıdan aşağı gəlir, amma həm də göydə qalır. Deməli, əslində burada enməkdən söhbət getmir. Çünki enmək yuxarıdan aşağı gəlməkdir. Bunun lüğətdə mənası ancaq budur. Sən özündən Amerika kəşf eləmirsən, enir həm də göydə qalır. Yaxınlaşır həm də göydə qalır. Bu, sənin lüğətə gətirdiyin və heç bir xalq, heç bir ağıllı insan tərəfindən təsdiqlənməyən bir məsələdir, atmısan ortaya. Batıl əqidəvə don giyindirməkdən ötürü. Və növbəti bir fəsad nədir? Biz deyəndə ki, təvəssüldə deyəndə ki, biz vəsilə axtarırıq, deyirlər Allah məgər səni eşitmir. İnsanları özlərinə cəlb eləmək üçün deyirlər ki, bir ağılla fikirləşin də, məgər Allah vasitəyə mi ehtiyaclıdır? Ud'uni əstəcib ləkum. Məni çağırın, sizə cavab verim. Nə ehtiyacı var ki, vəsilə qərar verirsən? Amma burada demirlər nə ehtiyacı var ki, Allah göydən ensin, yaxınlaşsın. Məgər Allah öz ərşində eşitmirmi? Başqa bir məsələ. Deyirlər ki, biz deyəndə ki, vəsilə qərar veririk imamları, salih insanları, deyirlər ki, sən Allahın sifətini məxluqa vermirsən. Çünki Allah hər kəsi hər yerini eşidir. Sən ya Hüseyn deyəndə müxtəlif məntəqələrdən etiqad edirsən ki, İmam Hüseyn səni eşidir. Biz də deyirik ki, sən onda burada ki, deyirsən ki, Allahın sifətini məxluqa vermirsən, niyə bəs
Digər məsələlərdə demirsən ki, Allah Azza və Cəllə şəninə layiq şəkildədir. Enməsi, qalxması, nüzulu, istivası öz şəninə layiq şəkildədir. Məxluqatda kimi deyil. Onda elə eşitməsi də bu cürdür də. Niyə fırıldaq eləyirsiniz, eşitməyə növbə çatanda deyirsiniz, yox, İmam Hüseyn hər kəsi hər yerdən eşidirsə, deməli Allahın sifətini ona vermisiniz. Biz də deyirik ki, Allah da şəninə layiq şəkildədir. Öz zatındandır, heç kəs ona əta etməyib. Amma təvəssüldə İmam Hüseynə Allah Azza və Cəllə əta edir, onun izni ilə eşidir. Öz şəninə layiq şəkildədir Allahda və imamda da öz şəninə məxluqa layiq olan bir şəkildədir. Məhduddur, bu iznilləhi təala baş verir. Növbəti bir fəsad nədir ki, bu məsələdə meydana çıxır? Bunlar deyirlər Allah Azza və Cəllə gecənin son 3/1 hissəsində yer üzərinin səmasını indir. Buxarı və Müslimdə bir rivayətləri var. Deməli, gecənin son 3/1 hissəsində enirsə, gecənin son 3/1 hissəsi də yer üzərində dövr edir. Elə bir zaman yoxdur ki, elə bir məntiqə yoxdur ki, orada gecənin son 3/1 hissəsi olmasın. Bu gün bu məntiqədədirsə, bir dəqiqə sonra başqa məntiqəyə keçir və yer üzərində dövr edir. Biz İbn Hüseymindən dəlil gətirib göstərmişik, öz videosunun səsini tərcümə edib qoymuşuq. Deyir ki, hər harda gecənin son 3/1 hissəsidirsə Allah orada yerdədir, yer üzərinin səmasındadır. Harda gecənin son 3/1 hissəsi deyilsə Allah orada ərşdədir. مما أورد على حديث النزول أن ثلث الليل الآخر يدور على الكرة الأرضية، ينتقل باللحظة من هذا المكان إلى هذا المكان. فهل يستلزم أن الله تعالى يكون نازلا دائما؟ نقول كما قلنا قبل قليل، من كان عندهم ثلث الليل فالنزول الإلهي ثابت في حقهم، ومن طلع عندهم الفجر فالنزول الإلهي قد انتهى في حقهم وإن كان موجودا عند آخرين، لأن الله سبحانه وتعالى ما يقاس بالخلق، فقد يكون بالنسبة لهذه المنطقة من الأرض نازلا إلى السماء الدنيا لأنها ثلث الليل الآخر، وبالنسبة للمنطقة الأخرى غير نازل لأنها ليست في الثلث الآخر من الليل. Neçə ilahdır bu? Neçə dənə Allahımız var? Biri göydə, biri yerdə, bu cürdürmü? Yoxsa bir varlıqdır, iki hissədən ibarətdir, yarısı göydə, yarısı yerdə, bu cürdürmü? Burada nə deyəcəklər? Deyəcəklər, yox, sən zehnində niyə Allah məxluqa bənzədirsən? O məxluqdadır, iki yerdə varsa, ya iki dənədir, ya da iki hissədən ibarətdir. Bizə belə deyirlər. Biz də bunun müqabilində deyirik ki, onda sizin öz müftünüz İbn Hüseymin də müşəbbihədir. Allahı məxluqa bənzədir, zehnində Allahı məxluqa bənzədir. Niyə? Çünki yenə də göstərdiyimiz kimi İbn Hüseymin özü deyir ki, Allah harda olsanız sizinlədir ayəsində deyir, bu zat ilə ola bilməz. Niyə? Çünki bir insan hamamdadır, bir insan məsciddədir, bir insan dükandadır. Əgər Allah hamı ilə olsa, deməli Allah ya neçə dənə hissədən ibarət olmalıdır. Hər hissəsi bir yerdədir. Biri dükanda, biri bazarda, biri hamamda. Ya da neçə dənə olmalıdır ki, bunların ikisi də batildir. وَلِهَذَا يَجِبُ عَلَى الْمُؤْمِنِ أَنْ يَعْتَقِدَ بِقَلْبِهِ اعتقادا لا شبهة فيه بعلو الله تعالى فوق كل شيء، وأنه نفسه جل وعلا فوق كل شيء. وكيف يعقل عاقل فضلا عن مؤمن أن يكون الله تعالى مع الإنسان في كل مكان؟ أيمكن أن يتوهم عاقل بأن الإنسان إذا كان في الحمام يكون الله معه، إذا كان في المرحاض يكون الله معه، إذا كان واحد من الناس في الحجرة في بيته وآخر من الناس في المسجد يكون الله هنا وهناك؟ الله واحد أم متعدد؟ إن الإنسان الذي يقول إن الله في كل مكان بذاته يلزمه أحد أمرين لا ثالث لهما، إما أن يعتقد أن الله متعدد بحسب الأمكنة، وإما أن يعتقد أنه أجزاء بحسب الأمكنة، وحاشاه من ذلك، لا هذا ولا هذا. Deməli İbn Hüseymin öz zehnində artıq Allahı məxluqa bənzətdi. Orada demir ki, sən soruşma, şəninə layiq şəkildədir. Leysə kəmislihi şeytayı bərabəri bənzəri yoxdur. Öz şəninə, cəlalına, izzətinə layiq şəkildədir. Orada elə demir. Sərf eləyəndə belə deyirlər, sərf etməyəndə bu cür deyirlər. Və növbəti bir fəsad bundan ibarətdir ki, bu əqidəyə etiqad eləsən, növbəti bir fəsad meydana çıxır. O da nədir? O da bundan ibarətdir ki, əgər Allah Ərəfə günündə yaxınlaşırsa bəndələrinə, deməli göydən enir də. Amma eyni anda deyirsiniz Allah gecənin son 3/1 hissəsində yer üzərinin səmasındadır. Ərəfə günündə, həcc ziyarətində hər hansı saatda ki, bəndələr orada ibadətlə məşğullar və Allah onlara sarı enir, yuxarıdan aşağı gəlir, həmin anda dünyanın başqa nöqtəsində, məsələn Amerikasında gecənin son 3/1 hissəsi ola bilər.
Deməli orada Allah onlar da Amerikalı vəhabilərlə danışır, Saudiyada olan vəhabilərlə danışır. Amma bu enmək olmadı artıq. Niyə? Çünki enmək yuxarına aşağı olur. Amma Allah artıq Amerikada insanlarla enir və onlardan istəyir ki, onlara deyir ki, gəlin məndən istəyin. Növbəti bir fəsad nədir? Növbəti bir fəsad bundan ibarətdir ki, bunlar deyirlər ki, Allah ucadır, uluv sifəti var. Uzalıq sifəti var və fitrətən, əqlən Allah məxluqatdan aşağı ola bilməz. Çünki uzalıq nədir? Fitri olaraq biz Allah üçün uzalıq qərar vermişik. Paçılıqdır, Allahın şəninə layiq olan nədir? Uzalıqdır. Alçaqlıq Allaha yaraşmır. Amma burada Allah enir və 7 qat səmadan enir və ondan yuxarıda nə qalır? Ərş qalır. Allahdan yuxarıda ərş qalır. Bütün bunları eşidəndən sonra nə deyəcəklər? Deyəcəklər ki, yox, sən dedikləri məxluqa aiddir. Allaha aid deyil. O məsələn birinci əvvəldə dediyimiz kimi Allah enirsə deməli balacadır, məxluqdan balacadır və yaratdığının içindədir. Çünki yuxarıdan aşağı enirsə, deməli hərəkət edir. Bir varlıq hərəkət edirsə, hərəkət etdiyin məkandan balaca olmalıdır. Deyirlər, yox, burada sən artıq zehnində bənzədirsən. Allahı kimə bənzədirsən? Məxluqa. Biz də deyirik ki, yaxşı, bəs enmək məxluqa bənzəmək deyil, qalxmaq məxluqa bənzəmək deyil. Və bunlar da var axı. Burada fırladırlar, deyirlər, yox, orada şəninə layiq şəkildədir. Yəni, şəninə layiq şəkildədir, biz bilmirik nə cürdür. Biz etiraf edirik ki, enir, amma enməsi şəninə layiq şəkildədir. Elə burada da sən de ki, biz etiqad edirik ki, Allah balacalaşıb məxluqdan, amma öz şəninə layiq şəkildə balacalaşıb. Məxluqda olan balacalıqdan deyil. Yəni, bir sözlə fırladırlar, fırıldaqçılıq eləyirlər, özlərinə sərf elədikləri kimi Allaha nisbət verirlər, şəkil düzəldirlər, özlərinə sərf eləyən şəkildə iradə gətirirsən vəziyyətdən çıxmaq üçün fırladırlar, öz ağıllarına uyğun şəkildə Allaha bir şəkil verirlər və bu Allaha da ibadət etməyə başlayırlar. Və bu batıl inancları, bu ziddiyyətləri, bu paradoksları gizlətmək üçün ortaya atdıqları məsələ nədir? Şivəni elədikləri məsələ nədir? Şirk və təvhid məsələləri. Yəni bu tayfa, bu ağlın, bu etiqadın sahibi olan tayfa gəlir sünnilərdə və şiyələrdə irad tutur, nöqsan axtarır və deyir ki, siz müşəbbihəsiniz və deyir ki, siz müşriksiniz, siz Allaha şərik qoşursunuz. Həqiqi müvəhhidlər deyirlər ki, bizik. Amma etiqad etdikləri məsələyə baxın. Velhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.